Artıq Şərqi Zəngəzur və Qarabağ bölgəmizdə 43 min insan yaşayır və çalışır. Həyat bu bölgəyə qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişdik və bununla Azərbaycan xalqı fəxr edir. Və bundan sonra biz artıq 4 ildən çox və bundan sonra əbədiyyətə qədər müzəffər xalq və dövlət kimi yaşayacağıq. Və bugün əziz qardaşlarımın, Türkiyə Prezidenti və Pakistan Baş Nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştiraki, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yarattı. Bizim gücümüz birliyimizdədir. Bugün üç tərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bugün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi göstərəcək, bizim nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək və əminəm ki, bugün azad edilmiş Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımı ünvana çatacaq. Mən bir daha Türkiyə Prezidenti əziz qardaşım Rəcəb Tayyip Erdoğan'a, Pakistan Baş Naziri əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara xoş gəlmişsiniz deyirəm. Laçınları ürəkdən salamlayıram. Allah həmişə səmamızı açıq eləsin, yolumuzu açıq eləsin, qələbə bizimlədir və bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə, Pakistan birliyi, qardaşlığı.